Salam uşaqlar, bu günləri 7-ci sinifin iş dəftərindən qarşılıqlar bölməsinin testinə baxırıq. Demək, birinci testimizdə deyir ki, homogen qarşılıqlarda qarşılığı təşkil edən maddələr gözlə bir-birindən fərqlənmir. B-də qarşılıqlar müxtəlif hallarda olan maddələrdən əmələ gəlir. Müxtəlif hallarda olan maddələrdən əmələ gəlir nə deməkdir? Yəni, müxtəlif aqreqat hallarında olan maddələrdən əmələ gəlir. A variantında bizə deyir ki, homogen qarşılığı əmələ gətirən maddələrin hallarını boşluqlarda yazın. Homogen qarşılığı əmələ gətirən maddələr ümumiyyətlə bərk, maye və qaz halında olur maddələr. Homogen qarşılığı əmələ gətirən maddələr, məsəl üçün uşaqlar, maye də ola bilər, sonra bərk maye də ola bilər, sonra bərk də ola bilər, çuqum, polat, məsəl üçün bərk idi. Sonra qaz da ola bilər, hava, qazlar qarşığıdır və homogen qarşılıqdır. Sonra qaz və maye, qazlı su, məsəl üçün, bunlar nədir? Homogen qarşılığı əmələ gətirən maddələrin hallarıdır. B-də deyir ki, bu qarşılıqlardan maye bərk olanlara 2 nümunə göstər. Maye bərk olanlara nümunə, məsəl üçün, biz nəyi göstərə bilərik? Şəkərlə su, xörək duzu, məsəl üçün, su. Homogen qarşılığı əmələ gətirir, biri bərkdir, biri də mayedir. C variantına baxırıq, deyir, hava hansı halda olan maddələrin qarşılığıdır? Bayaq elə yuxarıda dedik, hava qaz halında olan maddələrin qarşılığıdır və hansı qazlardan ibarət idi? Hava, azot, oksigen, karbon qazı, sonra deyir, orada təsirsiz qazlar və su buxarı da var. D-də deyir ki, havanın əsas hissəsini təşkil edən azot, oksigen və karbon qazı qarışığının zərrəcik modelini deyir, tərtib edin. Zərrəcik modeli nədir uşaqlar? Orada dairələrlə göstərir də, onların atomlarını kitabımızda da var idi elə nümunələr. Biz üçün azot 2 atomlu olduğu üçün azotu məsəl üçün 2 dənə dairə ilə göstərə bilərik belə. Oksigen yenə o da 2 atomludur, onu da 2 dənə dairə ilə göstərə bilərik. Karbon ancaq 3 atomludur. Karbon ona görə bu rəngli, oksigen də bayaq qara ilə göstərdiyimizə görə yandakı 2 oksigen atomunu da qara rənglə göstərir. Bu şəkildə zərrəcik modeli tərtib eləyə bilərik. İkinci testə baxırıq. Deyir, X mayesi su ilə şəffaf məhlul əmələ gətirir. Demək, bax, X suda demək yaxşı həll olur. Məsəl üçün, suda yaxşı həll olan X mayesinə nəyi misal göstərə bilərik? Tutaq ki, etil spirtini göstərə bilərik. Suda yaxşı həll olan mayedir. Y mayesi isə tərkibi gözlə fərqlənən qarışıq əmələ gətirir. Məsəl üçün, buna da göstərə bilərik neft. Neft, məsəl üçün, su ilə qarışdırdıqda gözlə görünür da, bir-birindən təbəqələr aralanır, mayələrin təbəqələri. İndi bizə sual verir ki, bundan istifadə edərək verilən ifadələrdən doğru olanın altından xətt çəkin. A-ya baxırıq. A-nın su ilə qarşılığı homogendir. Bəli, etil spirtindən su homogen olur. B-yə baxırıq. Y-in su ilə qarşılığı suspenziyadır ya emulsiyadır. Xeyr, Y neft mayedir və bu maye suda maye. Maye bir-birində həll olmayan mayələr nə idi? Emulsiya. Üçüncü testə baxırıq, uşaqlar deyir, homogen qarşılıq, suspenziya və emulsiyaları, bunları deyir, oxla birləşdirir. Bax, burada görürük ki, bir-birindən rənglər fərqlər, ancaq bu eyni cinslidir, demək, bu homogendir. Sonra suspenziya maye ilə bərk idi. Demək, bu buna aid, görürsünüz, dibinə çökübdür. Emulsiya isə bir-birində həll olmayan mayələrdir və bir təbəqələr əmələ gətirir. Demək, bu da nədir? Emulsiyadır. Dördüncüyə baxarıq. Cədvəldəki məlumatlardan istifadə edərək verilənləri cavablandırın. X-in su ilə qarşılığı emulsiya. Demək, X nədir onda? Maye. Sonra deyir ki, Y-in su ilə qarşılığı homogendir. İndi Y burada bərk də ola bilər, maye də ola bilər. Ona görə buna heç nə yaza bilmirik. Suspenziyadırsa Z də nədir? Bərkdir. Z-in su ilə qarşılığı deyir suspenziyadır. İndi A variantını nə istəyir bizdən? X və Z-in halını, yəni aqreqat halını demək istəyir. Müəyyən edin. Bayaq elə dedik, X-in aqreqat halı nə oldu? Maye. Z-in aqreqat halı nə oldu? Bərk. Sonra B variantında deyir ki, X, Y, Z maddələrinə aid nümunələr göstərir. Məsəl üçün, X həll olmayan mayəni nəyi göstərə bilərik? Neftlə su. Y-ə nəyi göstərə bilərik? Y-in aqreqat halı, yəni burada homogen dediyi üçün, yəni orada bərk mayedir, bizə onun haqda bir fikir irəli sürə bilmirik. Hər nə olsa bərkə, məsələn, şəkərlə su bərkdir. Etil spirtindən su, demək, mayedir.
Yəni bu hansını istəsək misal göstərə bilərik. Məsələn, neftin elə özü nədir? Eyni cinsli homogen qarışıq. Burada su ilə qarışıb, yəni bu da neftin su ilə qarışığı deyil. Elə bunları misal göstərə bilərik və yaxud da ki, davam edə bilərik ki, elə nümunələrimiz çoxdur. Z-ə isə nəyi göstərə bilərik? Tutaq ki, gillə su. Yəni bu da suspenziyaya nümunədir. C variantında bizə nə deyir? Z maddəsi şəkər ola bilərmi? Xeyr, Z maddəsi şəkər ola bilmir. Çünki Z maddəsi suda həll olmayan bərk maddədir. Ona görə də o şəkər ola bilmir. Çünki şəkər suspenziya əmələ gətirmir. Şəkər eyni cinsli qarışıq əmələ gətirir. 5-ci testdə baxırıq. Uyğunluğu oxlarla göstərin. Deyir, hidrogen və helium qarışığı. Hidrogenin H2 belə yazırıq. Helium belə bir atomludur. İndi baxaq görək, bu da 2 atomlu bir atomlu hansındadır? Aha, bu hidrogen, helium qarışığı. Çünki 2 atomlu hidrogen, 1 atomlu helium. Sonra hidrogen, amoniak. Hidrogen H2, amoniak NH3-dür. Demək, bu neçə atomludur? 4 atomludur. Bu isə 2 atomludur. İndi baxaq görək hansında 4 atomlu. Hə, burada 2 atomlu hidrogen var. Bax, burada 3 dənə nöqtə, 3 atomdur. Ortadakı bir göydə 4-cü atomdur. Demək, bu hansından uyğun gedəcək buna. Sonra deyir, su buxarı, karbon qazı. Su buxarı H2O-dur. Karbon qazı da CO2-dir. Hər ikisi 3 atomludur. O da bax, burada baxırıq. Bu da 3 atomludur, bu da 3 atomludur. Ona bu da hansından uyğun gedəcək? Birinciyə. İndi baxırıq, hidrogen və karbon qazı qarışığının zərrəcik modelini tərtib edin. Hidrogen və karbon qazı qarışığının ilə zərrəcik modelini necə göstərə bilərik? Hidrogen yenə 2 atomludur. Belə göstərə bilərik. Karbon qazını da, məsələn, karbonu bu rənglə və oksigeni də tutaq ki, bu rənglə göstərə bilərik ki, bu da oksigen olsun, fərqli olsun. Və bunun zərrəcik modeli ola bilər. 6-cı testə baxırıq. X, Y, Z maddələrinin su ilə əmələ gətirdiyi qarışıqların növünü müəyyən edin. Aha. Deyir, X bərkdir, suda həll olması yaxşıdır. Aha, məsələn, X olsun şəkər. Bərkdir, suda həll olması plus qoyub, o demək ki, yəni yaxşıdır. Y-ə deyir ki, Y bərk mayedir, ancaq suda həll olması yaxşı deyil. Məsələn, bu da olsun neft. Z bərkdir, suda həll olması yenə yaxşı deyil. Bu da olsun, məsələn, gil. T mayedir, suda həll olması yaxşıdır. Bu da olsun etil spirti. İndi bizdən nə soruşur? Deyir, bunlar hansı homogen, hansı emulsiya, hansı suspenziyadır? Homogen hansı olacaq? Aydın məsələdir ki, birinci suda yaxşı həll olan bərkdirsə, bu olacaq homogendir. Yəni X homogendir. Sonra demək Y-ə baxırıq. Y həll olmayan mayedirsə, bu nədir? Emulsiyadır. Z də suspenziyadır. Suspenziya çünki həll olmayan bərkdir. T-yə baxırıq. T də yaxşı həll olan mayedir. Yəni bu da eyni cinsli qarışıqdır. Ona görə bu da homogen olacaq. 7-ciyə baxırıq uşaqlar. Deyir ki, Kamran əvvəlcə xörək duzu və qum qarışığını hazırladı. Sonra isə alınan qarışığa su əlavə edərək kifayət qədər qarışdırdı. Alınan bu qarışığı filtr kağızından keçirərək yeni qarışıq aldı. Aydın məsələdir ki, əgər əvvəlcə demək xörək duzu, bir də qum qarışdı. Bunların hər ikisi bərkdir, yəni bir-birində qarışacaq. Sonra bunun üzərinə su əlavə edəndə aydın məsələdir ki, xörək duzu nə edəcəkdir? Suda həll olacaq, ancaq qum həll olmayacaq. Süzgəc kağızından keçirəndə artıq qum süzgəc kağızında qalacaq və indi qarışıq nədən ibarət olacaq? Xörək duzundan sudan ibarət olacaq. Deyir, yeni qarışıq əmələ gəldi. Həmin o yeni qarışıq xörək duzundan sudur. İndi nə istəyir bizdən? Deyir, qarışıqların növünü homogen, emulsiya, suspenziya müəyyən edin. Qarışıqların növü birinci xörək duzundan qum, bu da yəni homogen qarışıq deyil, bu da heterogen qarışıqdır. Və xörək duzu, qum, su, bu da heterogen qarışıqdır. Və suspenziyadır. Çünki qumdur, həll olmur da suda. Ancaq sonra ikinci qarışıq, yəni birinci qarışıq demək nə oldu? Heterogen. Ancaq artıq orada qumu süzəndən sonra xörək duzundan su qalır. Xörək duzundan su qalanda olur nə? Homogen qarışıq. İndi burada fikrinizi əsaslandırın nədir? Bayaq da mən danışdıqlarımı burada sözümüzdən yazırıq. Sonra növbəti testə baxırıq. Deyir, Leyla maye halında olan A, B mayələrini su əlavə etdi. Demək, maye halında AB maddəsidir və oraya su əlavə edində görürsünüz. Bax, burada
eyni cinsli, yəni hamısı eyni rəngli olur. Demək bu nədir? Yaxşı həll olur. B isə görürsüz, bu da B maddəsidir. B maddəsi ancaq təbəqə əmələ gətirdi, özünün üstünə yığıldı. İndi gəlin görək nə deyir? A və B maddəsi suda həll olmasını, suda həll olur ya həll olmur müəyyən edin. Heç nə A maddəsi həll olur, B maddəsi həll olmur. A, B maddəsinin su ilə əmələ gətirdiyi qarışığın növünü müəyyən edin. A maddəsi homogen qarışıq əmələ gətirir, B maddəsi isə heterogendir və emulsiyadır. C-yə baxırıq. Leyla suya gil əlavə etsəydi hansı qarışıq olardı? Gil əlavə etsəydi yenə heterogen olardı və heterogenin hansı növ olacaqdı? Suspenziya. 9-cu testdə baxırıq. Deyir, aşağıdakı qarışıqlara misallar söyləyir. Maye qaz, məsəl üçün karbon qazından su və yaxud da ki, amoniyak qazından su. Yəni, maye ilə qaz bunu misal göstərə bilər. Əslində, belə misallarımız çoxdur. Sonra bərk qarışığı. Bərk qarışığı nəyə misal göstərə bilərik? Çuqum, polad, bunlar hamısı nədir? Bərk qarışığıdır. Maye bərik. Maye bərikdə bayaq yenə yuxarıda yazdıq. Şəkərlə su, xörək duzundan su. Yəni, bunlar da nədir? Bərklə maye qarışığıdır. İndi bizdə burada ancaq demir ki, homogen olsun, heterogen olsun. Elə sadəcə olaraq deyir ki, qarışığa nümunələr göstərin. Bizim göstərdiyimiz nümunələr hamısı homogen oldu. 10-cuya baxırıq. Deyir, ifadələri uyğun olaraq Euler Venn diaqramı üzrə ayır. İndi baxaq. Demək, neftlə su verir bizə. Nədir bu? Emulsiya. Gillə su verir. Bu da nədir? Suspenziya. İndi gəlin görək nə deyir. Qarışıqda bərk maddə var. Aydın məsələdir ki, bu gillə suya aiddir. Heterogen qarışıqdır. Hər ikisi heterogendir bunun. Suspenziyadır. Suspenziya hansına aiddir? Bərklə maye. Demək, buna aid oldu. Emulsiyadır. Bu da hansına aid oldu? Neftlə suya. 11-ciyə baxırıq. Doğru və yanlış ifadələrdir, müəyyən edin. Xörək duzu su ilə homogen qarışıq əmələ gətirir. Bəli. Qum su ilə homogen qarışıq əmələ gətirir. Xeyr, yanlışdır. Maye, yağ su ilə heterogen qarışıq əmələ gətirir. Bəli, doğrudur. Sonra neftin su ilə qarışığı suspenziyadır. Xeyr, emulsiyadır. Yanlışdır. Gilin su ilə qarışığı emulsiyadır. Xeyr, suspenziyadır. Yanlışdır. Tabaşir tozunun su ilə qarışığı suspenziyadır. Bəli, doğrudur. Yox, üzr istəyirəm. Burada deyir, gilin su ilə qarışığı emulsiyadır, səhvdir. Emulsiya deyil axı, suspenziyadır. Tabaşir tozunun su ilə qarışığı ancaq suspenziyadır. Sonra keçirik kimyəvi birləşmələrin və qarışıqların fərqli xüsusiyyətləri. İndi buradan baxırıq, nə göstərib bizə? Burada 2 atomlu hər hansı maddədir, bu da 2 atomlu maddədir. Burada nədir? Eyni maddələrdən əmələ gəldiyinə görə burada element qarışığıdır. Burada isə həmin 2 atomlu maddələr birləşib yeni bir maddə əmələ gətirir. Bu isə birləşmədir. Bax, bu qarışıqdır, bu birləşmədir. Demək, bu nə oldu? Qarışıq, bu nə oldu? Birləşmə. Sonra indi ifadələrə baxaq. Deyir, birinci halda qarışıq əmələ gəlir, doğrudur. Hər iki halda qarışıq əmələ gətirir, səhvdir. İkinci halda birləşmə əmələ gəlmişdir, doğrudur. Birinci prosesin sonunda götürülən maddələr öz xassəsini itirmişdir. Xeyr, əgər qarışıq əmələ gəlirsə, maddələr öz xassəsini itirmir. Birləşmə əmələ gələndə öz xassəsini itirir. Ona görə itirmişdir dediyinə görə bu nədir? Yanlışdır. İkinci prosesin sonunda götürülən maddələr öz xassəsini itirmişdir. Bəli, bu doğru, çünki birləşmə əmələ gəlibdir. Deyir, birinci halda götürülən maddə istənilən nisbətdə qarışdırmaq olar. Bəli, bu doğrudur. Çünki biz dedik, qarışıq istənilən nisbətdə qarışdıra bilərik. Ancaq birləşmə müəyyən kütlə nisbətində qarışır. Sabit kütlə nisbətində. İkinciyə baxaq. Homogen oksigenlə reaksiya daxil. Yox, homogenədir. Hidrogen oksigenlə reaksiya daxil olub. Nəyə əmələ gətirir? Hidrogenlə oksigen reaksiya daxil olub, suya əmələ gətirir. Aha, bu birləşmədir. Sonra deyir ki, yəni kimya birləşmə əmələ gətirir, yəqin bu söz qoyuruq. Sonra deyir ki, bu zaman hidrogen və oksigenin xassəsi nə olur? İtir. Çünki artıq yeni maddə əmələ gəldi da. Və
başqa xassəli maddə əmələ gəlir, yeni xassəli maddə. Çünki su əmələ gəldi, suyun xassəsi hidrogen, oksigen xassəsindən fərqlənir. Yeni xassəli. Burada yeni söz əlavə edirik. Bura yeni. Bura nə yazırıq? Homogen qarışıq, kimyəvi üsulla, kimyəvi birləşmə, fiziki üsulla itmir. Xassəsi itir yazırıq burada. Alınmış birləşmədə hidrogen və oksigen bir-birindən ayırmaq üçün, hidrogen və oksigeni bir-birindən ayırmaq üçün kimyəvi üsuldan istifadə etməliyik. Yəni, bura kimyəvi üsul sözünü əlavə edirik və bu birləşməyə müəyyən qədər şəkər əlavə etdikdə eyni cinsli qarışıq, yəni homogen qarışıq əmələ gəlir. Burada bunu əlavə edirik. Əmələ gəlmiş qarışıqda maddələr öz xassələrini saxlayır, yəni itirmir. Maddələr öz xassələrini itirmir. Bura itirmir sözü əlavə edirik və onları bir-birindən ayırmaq üçün fiziki üsuldan nə edirik? İstifadə edirik. Fiziki üsul sözünü də bura əlavə edirik. Üçüncüyə baxırıq. Kimyəvi birləşmə və qarışıq. Fiziki üsulla tərkib hissələrinə ayrılır. Fiziki üsulun tərkib hissələrinə ayrılırsa, bu nədir uşaqlar? Qarışıq. Kimyəvi üsulla tərkib hissələrinə ayrılırsa, bu nədir? Birləşmə. Tərkibində ən azı 2 müxtəlif atom olur. Tərkibində ən azı 2 müxtəlif atom olursa da, bu hər ikisində ola bilər. Müxtəlif atomlar ola bilər. Sonra deyirik ki, əmələ gəldikdə başlanğıc maddələr öz xassələrini saxlayır. Bu qarışıqdır. Demək, öz xassələrini qarışıq saxlayır. Yox, burada dəqiq üzr istəyirəm. Fiziki üsulla tərkib hissələrinə ayrılır. Bu 1-ə gedir. Kimyəvi üsulla tərkib hissələrinə ayrılır. Bu 2-yə gedir. Düz deyirik də. Tərkibində ən az 2 müxtəlif atom olur. Bu 3 o mərkəzə gedir. Əmələ gəldikdə başlanğıc maddələr öz xassələrini saxlayır. Bu qarışıqdır. Bura gedir. Əmələ gəldikdə başlanğıc maddələr öz xassələrini itirir. Bu hara gedir? Bura. Sonra dördüncüyə baxırıq. İfadələrin qarışıqlara və kimyəvi birləşmələrə aid olduğunu müəyyən edin. Birinciyə baxırıq. Əmələ gətirən maddələr fiziki üsulla bir-birindən ayrılır. Fiziki üsulla ayrılan hansı oldu? Qarışıqlar. Əmələ gətirən elementlər sabit kütlə nisbətində birləşir. Sabit kütlə nisbətində birləşən kimyəvi birləşmədir. Əmələ gətirən elementlər öz xassəsini itirir. Bu da birləşmədir. Öz xassəsini itirən birləşmədir. Homogen və heterogen olur. Bunlar nədir? Qarışıqdır. Hansının formulu yoxdur? Etil spirtinin var. Havanın formulu yoxdur. Cavabımızın biri budur. Xörək duzunun formulu var. Amoniakın var. Suyun da var. Hansının formulu yoxdur? Havanın formulu yoxdur. Çünki hava nədir? Qarışıqdır. Qarışıqların formulu olmur. Neftin formulu yoxdur. Məsəl üçün, havanın formulu yoxdur. 6-cıya baxırıq. Hansının tərkibində oksigen öz xassəsini saxlayır? Karbon qazının tərkibində karbon qazı birləşmədir. Yəni, oksigen burada öz xassəsini saxlamır. Havanın tərkibində saxlayır, çünki qarışıqdır. Fikrini əsaslandır deyir. Bu da bayaqdan ilə danışdıqlarımızı soruşur. Yəni, birləşmə ilə gəlirsə, orada kimyəvi element öz xassəsini itirir. Ancaq qarışıqda öz xassəsini saxlayır. Cədvəldə verilmiş maddələrin element, birləşmə və ya qarışıq olduğunu müəyyən edin. Məsəl üçün, qızıl elementdir. Natrium xlorid, qızıl belə idi da, AU formulu. Natrium xlorid, natrium xlor. Burada 2 kimyəvi element var, birləşmədir. Süd qarışıqdır. Almaz karbon allotropik şəkil dəyişməsi idi və o nədir? Elementdir. Təbii qaz CH4 metan qazı idi. Bu birləşmədir. Gips də birləşmədir. Uşaqlar, formulu kalsium sulfat vurulsun 2 molsu. Belə bir uzun birləşməsi var. Biz bunu hələ keçməmişik. Hidrogen nədir? Elementdir. Hidrogen H2 element. Dəniz suyu nədir? Qarışıqdır. 8-ciyə baxırıq. Diaqramın müvafiq sözlərdən istifadə edərək doldur. Şirin su şəkərlə suyun qarışığından ibarətdir. Demək,